Albert Ağarunov İmmiqrasiya İdarəsinə müraciət edir ki, vətəndaşı olduğum Azərbaycan adlı ölkədə müharibədir və siz məni yəhudi olduğuma görə bu ölkədən tədbiri şəkildə çıxartmalısınız. Bu sözləri mən yox, İsrailin ən nüfuzlu biznes və iqtisadiyyat qəzetinin saytı olan Globes deyir. Globes İsraildə nömrə 1 media qurumudur və ona İsrailin Wall Street jurnalı da deyirlər. Albert Ağarunovun vətəndaşı olduğu ölkəni 7 qardaşı, 2 bacısı, atası, anası və ümumilikdə 90 min digər yəhudi ilə birlikdə tərk eləməyinin əsas səbəbi nə idi? Niyə Albert Ağarunov yəhudiliyini əsas göstərərək Azərbaycanı tərk eləmək istəyirdi? Ümumiyyətlə bu məsələ, bu hüquq Azərbaycanda yaşayan digər xalqlar üçün tanınmayıb. Azərbaycan vətəndaşı olan digər millətlər bu ölkədə müharibədir, bunu əsas göstərərək Azərbaycanı tərk eləyə bilməzdilər. Yəni Azərbaycanda yaşayan digər millətlər mən filan millətə mənsubam deyib, bu ölkədə müharibədir, məni siz bu ölkədən çıxartmalısınız şəklində bir tələb irəli sürə bilməzdilər. Belə bir hüquq ancaq yəhudilər üçün tanınır və onlar bu imkanlardan istifadə ediblər. Azərbaycan vətəndaşı olmayan hər bir kəs bu ölkədə müharibədir deyərək öz ölkəsinin səfirliyinə müraciət eləyə, bu ölkədən tədbiri şəkildə çıxarılmasını tələb eləyə bilər. Amma Azərbaycan vətəndaşının mən çünki filan millətə mənsubam deyərək İmmiqrasiya İdarəsindən məni bu ölkədən təcili çıxarmalısınız şəklində bir tələb irəli sürməyi absurd bir məsələdir. Məsələ düzdür ki, absurddur, amma bu bir dənə reallıqdır. Yəhudi inancına görə qeyri-yəhudilər qoy, yəni heyvan adlanır və bir yəhudinin gedib heyvanların sırasında döyüşməyi həmin yəhudi üçün rəzillik və biabırçılıqdır. Təsəvvür edin ki, sizin həyətinizdə qoyunla məsələn eşşək vuruşur və siz də girmişsiniz bu heyvanların arasına, onlardan birinin tərəfində digərinə qarşı döyüşürsünüz. Nə qədər kənardan gülməli görsənir. Bir yəhudinin də yəhudi olmayan insanlar üçün gedib döyüşməyi yəhudilər üçün bax beləsinə gülməli görünür. Onlar ümumiyyətlə bu məsələni gizlətmirlər də. Bu onların inancının bir dənə ayrılmaz tərkib hissəsidir. Bu inanc yəhudilərdə elə bir həddə çatıb ki, hətta yəhudilərin içərisində hal-hazırda bir dəstə formalaşıb ki, onlar deyirlər ki, digər aşağı təbəqədən olan yəhudilər İsrailin uğrunda döyüşməlidir, biz isə bu ölkəyə mənəvi atalıq eləməliyik. İsraildə olan aksiyaların əksəriyyətində onlar təşkil edirlər, İsrail bayrağını yandırırlar və deyirlər ki, siz bizi hərbi xidmətə aparmamalısınız. Həmin İsrail saytı Albertin ata-babalarının da yəhudiliyə nə qədər bağlı olduğunu göstərmək üçün müəyyən nüansları açıqlayıb. Deyir ki, Albertin ata-babaları da döyüşdən yayınmaq üçün, müharibədə iştirak eləməmək üçün, hərbi xidmətdən yayınmaq üçün müxtəlif vasitələrə əl atırdılar. Globes nəşri daha sonra yazır ki, Albertin 12 nəfərlik ailəsi Azərbaycandan İsrailə getmək üçün Ukraynaya yollanırlar və bu ərəfələrdə Albert 2 dəfə gedir, qayıdır. Ümumiyyətlə immiqrasiya yolu ilə ölkədən ikinci dövlət vasitəsi ilə çıxarılan bir şəxsin sonradan həmin dövlətə qayıtması da müəyyən bir xüsusi dövlət xətti ilə olmalıdır. Yəni xüsusi bir səbəb olmalıdır. Bu səbəb də həmin bu çəkiliş idi ki, 30 ildə Azərbaycan xalqını bu çəkiliş, bu video vasitəsilə manipulyasiya edirlər. İsrail belə qərara gəlmişdi ki, bu xalqın heç olmasa bir nəfər fərdinin Azərbaycan uğrunda döyüşdüyünü Azərbaycan xalqına göstərək və onların boynuna bununla minnət qoyaq. Araşdırsaz görərsiniz ki, Albertdən qeyri ikinci bir yəhudiyə Qarabağ müharibəsində rast gəlmək mümkün deyil. Və onlar bilirdilər ki, Azərbaycanlılar gələcəkdə bunu sorğulayacaqlar, sual verəcəklər ki, siz bu ölkənin vətəndaşları olduğunuz halda niyə sizdən bircə nəfər Qarabağ uğrunda gedib döyüşməyib? Beləliklə, İsrailin Livanla sərhədindəki Akka şəhərinə yerləşdirilən bu ailənin ən kiçik övladı İsrail üçün müqəddəs missiyanı yerinə yetirdi. 30 ildən sonra 2-ci Qarabağ müharibəsində yenə də bu videodan çəkmək istədilər tələm-tələsik şəkildə. Amma video sosial şəbəkələrdə gülüş obyektinə çevrildiyinə görə bütün rəsmi yerlərdən bu videonu sildilər. Videodakı şəxs güya cəbhə xəttindədir, səngərdədir. Daha sonra isə məlum oldu ki, bura Qubada kanalizasiya üçün qazılmış bir dənə yerdir. Ümumiyyətlə bu insanın başına qoyduğu kaskanı əyri bağlamağından, bağlaya bilməməyindən hər kəs başa düşmüşdü ki, bu şəxs nəinki müharibədə olmayıb, ümumiyyətlə heç hərbi xidmət belə görməyib. Beləliklə, 2-ci Albert, yəni Daniel Zarbəliyev planı baş tutmadı. Qayıdaq ermənilərə xüsusi qəzəb bəslədiyi bizə təbliğ olunan Albert Ağarunova. Bu şəxs Azərbaycanla Ermənistan arasında münaqişənin başladığı vaxt, həmin bu Sumqayıt hadisələri, Topxana meşəsi hadisəsi, İrəvandan Azərbaycanlıların kütləvi şəkildə köçürülməsi vaxtı nə eləsə yaxşıdır. Həmin vaxtda Albert Ağarunov Ermənistana yollanmışdı ermənilərə kömək üçün. Bunu da mən iddia eləmirəm, həmin nəşr yazır. Əsl peşəsi müğənnilik olan Albert haqqında ailəsi deyir ki, o çox güclü aktyorluq bacarığına, qeyri-adi bir yumor hissinə malik idi. Bu məsələ üzərində də düşünərsiniz. Burada isə istəyirəm videonu tamamlayım və son olaraq Albertin qardaşı Rantik Ağarunova bir dənə sual vermək istəyirəm. Həmin Rantik Ağarunov ki, girir sosial şəbəkələrdə Azərbaycan xalqına olmazın təhqirlər yazır. Cənab Rantik Ağarunov,
Siz 1-ci Qarabağ müharibəsində niyə Azərbaycanı qoyub qaçmışdınız? Digər 7 qardaşın və ümumilikdə Azərbaycanı tərk eləmiş 90 min yəhudidən hər hansı biri də girib şərhdə buna cavab verə bilər.